Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizə riyaziyyat 1-ci hissə test toplusundan natural ədədlər bölməsinin 1-ci başlığını izah edəcəm. Bir nömrəli sualla başlayaq. İfadələrdən hansının qiyməti n-in bütün natural qiymətlərində tək ədəddir? Bunu həll etməyə görə n-ə bir dəfə tək qiymət verirəm, yəni 1, bir dəfə də cüt qiymət verirəm, yəni 2. A bəndinə baxsam, n-in kvadratı çıxılsın 1. 1-in kvadratı çıxılsın 1 eləyər 0. Bu nə təkdir, nə də cütdür. Ona görə A-nı silirəm. B-yə baxıram. N-in kvadratı üstəgələk 1. 1-in kvadratı üstəgələk 1 eləyir 2. 2 cütdür. Ona görə B-ni də silirəm. C bəndinə baxıram ki, 2n-in kvadratı üstəgələk 3. 2 vur 1-in kvadratı üstəgələk 3 eləyir 5. Bu təkdir, amma tələsmirəm. Çünki n-ə bir dəfə də cüt qiymət verməliyim. 2 vurulsun 2-nin kvadratı üstəgələk 3 eləyir 11. 11 təkdir. Deməli, görürük ki, n-ə həm tək, həm də cüt qiymət verəndə nəticəmiz yenə tək ədəd oldu. Doğru cavab C bəndidir. 2 nömrəli suala baxsam, 7A çıxılsın 3-ün kvadratı ifadəsinin qiyməti tək ədəddir. İfadələrdən hansının qiyməti cüt ədəddir? Mən bilirəm ki, tək ədədin kvadratı bizə həmişə tək ədəd verir. Cüt ədədin kvadratı da cüt ədəd verir. Deməli, 7A çıxılsın 3-ümüz təkdir. Hər hansı bir tək ədədlə 3-ü toplasam, yəni tək ədədlə tək ədəd toplasam, mən bilirəm ki, nəticə cüt rəqəm olacaq. Onda əldə edirəm ki, 7A-mız cütdür. 7 əgər tək rəqəmdirsə, mən tək rəqəmi cüt rəqəmə vuranda cüt rəqəm əldə edirəm. Deməli, A-mız elə cütdür. A-nı sadəlik üçün 2 qəbul edək və variantları yoxlayaq. A bəndinə baxsam, A-nın kvadratı çıxılsın 1, 2-nin kvadratı çıxılsın 1, eləyir 3. Bu təkdir. A-nı sildim. B-yə baxsam, 5A üstəgələk 2, 5 vurulsun 2, üstəgələk 2, eləyir 12 və bu cütdür. Deməli, doğru cavab B bəndi olur. 3 nömrəli suala baxıram. 3x çıxılsın 1-in kvadratı ifadəsinin qiyməti cüt ədəddir. Bayaq dediyimiz kimi, cüt ədədin kvadratı bizə cüt ədəd verir. O zaman 3x çıxılsın 1-imiz nədir? Cütdür. Cüt rəqəmlə tək rəqəmi toplasam, mən bilirəm ki, tək rəqəm əldə edirəm. O zaman 3x-ımız nədir? Təkdir. 3 özü tək rəqəm olduğuna görə, mən bilirəm ki, tək rəqəmə vursam, tək rəqəm əldə edirəm. Bunu ədəd qoyub da yoxlaya bilərsiniz. Deməli, x-ımız nədir? Tək rəqəmdir. Bunu 1 qəbul edək və variantlara baxaq. A bəndində deyir ki, x-in kvadratı çıxılsın 3x üstəgələk 1. X-a 1 versəm, 1-in kvadratı çıxaq 3 vuraq. 1 üstəgələk 1. Eləyir 1 çıxaq 3 üstəgələk 1, yəni -1. Bu nə təkdir, nə də cütdür. Keçirəm B bəndinə. 9x-in kvadratı çıxılsın 2x. Deməli, 9 çıxılsın 2 eləyir 7. Bu təkdir. Buna görə B-ni silirəm. C-yə baxıram. 5x çıxılsın 2x-in kvadratı. 5 çıxılsın 2 eləyər 3. Təkdir. D bəndinə baxıram. 6x üstəgələk 5. 6 üstəgələk 5 eləyir 11. Bu təkdir. Y-yə baxıram. 7x-in kvadratı üstəgələk 5x eləyər 7 üstəgələk 5, yəni 12. Cütdür. Deməli, doğru cavab Y bəndidir. 4 nömrəli suala baxsam, x-ımız deyir ki, cütdür, y-imiz də təkdir. Onda ifadələrdən hansının qiyməti tək ədəddir? X-a 2 deyək, y-ə də 1 deyək. A bəndinə baxsam, x üstəgələk y-in kvadratı üstəgələk 3. X-in yerinə 2 qoyuram, y-in yerinə 1 qoyuram. Kvadratı yüksəldib üstünə 3 gəlirim. 3-ün kvadratı üstəgələk 3, 9 üstə 3 eləyir 12. Bu cütdür. A-nı sildim. B-yə baxıram. 3x üstəgələk 2y-in kvadratı. Deməli, 3 vur 2 üstəgələk 2 vurulsun 1-in kvadratı. 6 üstəgələk 2 eləyir 8. Bu cütdür. B-ni də sildim. C-yə baxsam, x üstəgələk y üstəgələk 1, 2 üstəgələk 1 üstəgələk 1 eləyir 4. Cütdür. C-ni sildim. D-yə baxıram. X-in kvadratı üstəgələk 3y. Deməli, 2-nin kvadratı üstəgələk 3 vuraq 1 eləyir. Deməli, 4 üstəgələk 3, yəni 7. Bu
təkdir. Deməli, doğru cavab D bəndi olur. 5 nömrəli suala baxsam, x-imiz deyir ki, cütdür, y-imiz də təkdir. Onda ifadələrdən hansının qiyməti cüt ədəddir? X-a 2 deyək, y-ə də 1 deyək. A bəndinə baxsam, 2x üstə gələk 3y-in kvadratı. 2 vuraq 2 üstə gələk 3 vurulsun 1-in kvadratı. Deməli, 4 üstə gələk 3, 7 edər və 7 təkdir. Ona görə də A-nı silirəm, B-yə baxıram. 5 vurulsun x-in kvadratı üstə gələk 2y-in kvadratı. 5 vur 2-nin kvadratı üstə gələk 2 vuraq 1-in kvadratı. Eləyir 22 və bu da cüt olduğuna görə doğru cavab 5-ci sualda B bəndi olur. 6 nömrəli suala baxsam, x və y cüt ədədlər olduqda ifadələrdən hansının qiyməti tək ədəd ola bilər? Əvvəlcə x-a 2, y-ə də 2 deyim, yoxlayım. Alınmasa dəyişib x-a 2 deyərəm, y-ə də 4 deyərəm. A-ya baxıram. 5x, y eləyir 5 vur, 2 vur, 2, yəni 20. Bu cütdür. A-nı silirəm, B-yə baxıram. X-in kvadratı üstə gələk y-in kvadratı bölünsün 2. Yəni 4. Bu cütdür. B-ni silirəm, C-yə baxıram. X kubu üstə y kubu bölünsün 4. 2-nin kubu üstə gələk 2-nin kubu bölünsün 4. Deməli 8 üstə 8 16 bölü 4 eləyər 4. Bu cütdür. C-ni də silərəm. D bəndinə baxıram ki, demək x üstə gələk 3y 2 üstə gələk 3 vur 2, yəni eləyir 8, bu cütdür. D-ni də silirəm. İndi gəlin y-yə diqqətlə baxaq. Burada x üstə gələk y böl 2 deyir. 2 ilə 2-ni toplayıb 2-yə bölsəm, nə eləyər? 4 böl 2, yəni 2. Amma x-a 2, y-ə 4 versəm, yəni fərqli cüt rəqəmlər versəm, nə əldə edərəm? 6 böl 2, 3. Deməli, x və y cüt ədəd olanda bu ifadənin qiyməti həm cüt rəqəm alına bilər, həm də tək rəqəm alına bilər. Ona görə diqqətli oluruq. Cavabımız Y bəndi olacaqdır. 7 nömrəli sualda bizə nə deyir? Deyir ki, ardıcıl 100 natural ədədlər sırasındakı ən kiçik və ən böyük ədədlərin cəmi 629-a bərabərdir. Bu sıradakı ən kiçik ədəd neçədir? Bunu başa düşməyə görə ilk öncə sadəlik üçün 3 ardıcıl rəqəmdən ibarət olan bir sıra düşünək. Məsələn, 1, 2, 3. Burada ədədlər necə dəyişir? Baxın, birincisi 1-dir. İkincisini əldə etməyə görə birinci rəqəmin, yəni 1-in üstünə mən nə gəlirəm? 1 gəlirəm. Üçüncü rəqəmi əldə etməyə görə mən birinci rəqəmin, yəni 1-in üstünə nə gəlirəm? 2 gəlirəm. Görürəm ki, ikinci rəqəmi əldə etməyə görə 1 gəldim, yəni 2-dən bir vahid az. Üçüncü rəqəmi əldə etməyə görə 2 gəldim. Yəni 3-dən bir vahid az. Deməli, gəlin indi 100 rəqəmdən, ardıcıl rəqəmdən ibarət olan sıraya baxaq. Yəni ardıcıl natural ədəddən ibarət olan bir sıraya baxaq. Birincisini x deyək, çünki bilmirəm. Onda 100-cüsünü əldə etməyə görə nə edirəm? Birinci rəqəmin, yəni x-in üstünə 100-dən bir vahid əksik rəqəm gəlir. Yəni 99 gəlir. Deməli, bunların cəmi 629-dur. Yəni ən kiçiyimizlə ən böyüyümüzün cəmi. X üstə gələk, 99 eləyir 629. Deməli, buradan 2x bərabərdir. 99-u digər tərəfə keçirsəm, 629 çıxılsın 99. 2x-imiz eləyər, deməli 530. X-i tapmağa görə 530-u bölərəm 2-yə, yəni 265. Cavab olur D bəndi. Keçirəm 8 nömrəli suala. Deyir ki, AB7 çıxılsın AB bərabərdir 133 olarsa, A üstə gələk B cəmini tapın. Deməli, mən bilirəm ki, bunun açılışı necə olur? 100A üstə gələk 10B üstə gələk 7. Çıxılsın. Mötərizə açıram. AB-nin açılışı nədir? 10A üstə gələk B. Bərabərdir nəyə? 133-ə. İndi yenidən baxaq. 100A üstə gələk 10B üstə gələk 7. Mənfini mötərizənin içinə vursam, mənfi 10A çıxılsın B. Bərabərdir 133-ə. İndi 100A-dan 10A-nı çıxsam, 90A alaram, üstə gəlinsin. 10B-dən B-ni çıxsam,
9b üstə gələk 7 bərabərdir 133-ə. İndi buradan 90-a üstə gələk 9b nəyə bərabərdir? 7-ni digər tərəfə atsaq 133 çıxılsın 7. 9 burada ortaq vuruqdur. Mötərizə xaricinə çıxaraq 10-a üstə gələk b bərabərdir 133-dən 7 çıxsam 126. İndi burada 10-a üstə gələk b-ni tapmaq üçün 126-nı bölsəm 9-a eləyər 14. Mən bilirəm ki, bu nəyin açılışıdır? A, B-nin açılışıdır. Bərabərdir nəyə? 14-ə. Deməli, uyğun olaraq A-mız 1-dir. B-miz də nədir? 4-dür. A üstə gələk B cəmimizdə 1 üstə gələk 4, yəni 5-dir. Cavab Y bəndi. 9 nömrəli suala baxaq. Yenə eyni qaydada AB 8 çıxılsın AB bərabərdir 179 olarsa, A üstə gələk B cəmini bizdən soruşur. Deməli, bunu açsam 100A üstə gələk 10B üstə gələk 8 birbaşa açıram, çıxaq 10-a, çıxaq B bərabərdir 179-a. 100A-dan 10-onu çıxsam 90-a, 10B-dən B-ni çıxsam 9B bərabərdir 8-i digər tərəfə keçirsəm 179 çıxaq 8, yəni 171. 9-u mötərizə xaricinə çıxarsam, deməli, buradan da 10-a üstə gələk B-ni tapsam, 171-i 9-a bölərəm, eləyər 19. Bu da AB-nin açılışıdır. A-mız 1-dir, B-miz də 9-dur. A üstə gələk B-miz də 1 üstə gələk 9, yəni 10-dur. Doğru cavab C bəndi. İndi 10 nömrəli suala baxaq. Deyir ki, 2 rəqəmli AB ədədi üçün AB bərabərdir 2A üstə gələk 4B olarsa, A üstə gələk B cəmini bizdən soruşur. Deməli, nə edirəm? AB-nin açılışı necədir? 10A üstə gələk B-dir. Bərabərdir 2A üstə gələk 4B-yə. A-ları bir tərəfə yığaq, B-ləri də bir tərəfə yığaq. 2A-nı sola keçirsəm, mənfi 2A bərabərdir 4B. Burada B-ni digər sağ tərəfə keçirsəm, olacaq mənfi B. 10A-dan 2A-nı çıxsam 8A, 4B-dən B-ni çıxsam, eləyəcək 3B. Deməli, buradan biz bilirik ki, A-mız nədir? 3K-dır. B-miz nədir? 8K-dır. İndi mən K-ya elə rəqəmlər verməliyəm ki, bizim A-mız da, B-miz də bir rəqəmli olsun. Bir də A-mız da sıfırdan fərqli olmalıdır. Niyə? Çünki 2 rəqəmli ədədin birinci rəqəmi 0 ola bilməz axı. Ona görə K-ya verirəm 1, A-mız olur 3, B-miz olur 8. Aha, doğrudur. Amma mən K-ya 2 versəm, A-mız olur 3 vuraq 2, yəni 6, B-miz olur 8 vuraq 2, 16. Amma bu ola bilməz. Çünki B-miz də bir rəqəmli olmalıdır, A-mız da bir rəqəmli olmalıdır. B artıq buranı pozdu. Deməli, A-mız 3-dür, B-miz də 8-dir. A üstə gələk B cəmimiz də 3 üstə gələk 8 edər 11. Doğru cavab 11. İndi 11 nömrəli suala baxırıq. Yenə 2 rəqəmli AB ədədi üçün AB bərabərdir 3A üstə gələk 4B olarsa, B çıxılsın, A fərqini tapın. Yenə də açıram. 10A üstə gələk B bərabərdir 3A üstə gələk 4B-dir. A-ları bir tərəfə, B-ləri bir tərəfə keçirsəm, 7A bərabərdir 3B olar. A-mız 3K-dır, B-miz 7K-dır. K-ya 1 desəm, A-mız 3-dür, B-miz də 7-dir. Artıq K-ya 2 verə bilmərəm. B çıxaq A fərqində bizdən soruşur. 7 çıxaq 3 eləyər 4. Deməli, doğru cavab eləyir 4. 12 nömrəli suala baxırıq. Deməli, deyir ki, AB-miz bərabərdir 2A üstə gələk 5B olarsa, AB ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tapın. Yenə də bu tərəfə açsam, sol tərəfə 10A üstə gələk B bərabərdir 2A üstə gələk 5B-yə. Buradan 8A-mız bərabərdir 4B-yə. Hər tərəfi 4-ə bölsəm, 2A bərabərdir B alıram. İndi buradan A-mız nədir? K-dır. B-miz nədir? 2K-dır. K-ya mən
1 versəm A-mız olar 1, B-miz olar 2. K-ya mən 2 versəm A-mız olar 2, B-miz olar 4. K-ya 3 versəm A-mız olar 3, B-miz olar 6. K-ya 4 versəm A-mız olar 4, B-miz olar 8. İndi mənə nə deyir? Deyir ki, AB ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tapın. Deməli, ən böyük qiymətimiz nədir? A-nın 4, B-nin 8 olduğu hal, ən kiçiyimiz də A-nın 1, B-nin 2 olduğu hal. Deməli, yəni ən kiçik qiymətimiz 12-dir, ən böyük qiymətimiz isə 48-dir. Bunların fərqini soruşursa, 48 çıxılsın 12 eləyər 36. 13 nömrəli suala baxıram. Deməli, AB bərabərdir 4A üstəgələk 3B olarsa, AB ədədinin ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tapın. Yenə də açsam, 10A üstəgələk B bərabərdir 4A üstəgələk 3B edər. Buradan 6A bərabərdir 2B-yə. Hər tərəfi 2-yə bölsəm, 3A bərabərdir B. Deməli, A-mız burada K-dır, B-miz də 3K-dır. K-ya 1 versəm, A-mız 1, B-miz 3 edər. K-ya 2 versəm, A-mız 2, B-miz 6 edər. Deməli, K-ya 3 versəm, A-mız 3, B-miz 9 edər. K-ya artıq 4 verə bilmərəm. Çünki A 4 etsə də B eləyir 12. Bu da ola bilməz. B bir rəqəmli olmalıdır. Deməli, ən böyük qiymətimiz nə olur? 39. Ən kiçik qiymətimiz nə olur? 13. Deməli, qeyd edeyim bura. Ən kiçiyimiz 13. Ən böyüyümüz 39. Bunların da cəmini soruşur. Eləyər 52. Keçirəm 14 nömrəli sual. Deyir ki, 5940 ədədi 5 rəqəmli A, B, C, D, Y və A, D, C, B, Y ədədlərinin fərqinə tam bölünürsə və burada B-mizin D-mizdən böyük olduğu halı verib. Yəni, birinci rəqəmi açaq, bunların fərqinə baxmalıyıq da biz. Bir dənə bunu açaq, nə olur? Deməli, 10.000 A üstəgələk 1000 B üstəgələk 100 C üstəgələk 10 D üstəgələk Y. Çıxılsın, yerim yoxdur, aşağı keçirəm. 10.000 A üstəgələk 1000 D üstəgələk 100 C çıxılsın, deməli üstəgələk 10 B üstəgələk Y. Mənfini mötərizə içərisinə vursam, yenə 10.000 A 1000 B, 100 C, 10 D, üstəgələk Y, çıxılsın 10.000 A, çıxılsın 1000 D, çıx 100 C, çıx 10 B, çıx Y. Deməli, 10.000 A ilə 10.000 A islah oldu. 100 C ilə 100 C, Y ilə də Y islah oldu. Yerdə nə qaldı? Deməli, 1000 B çıxılsın, deməli, bir dəqiqə. 1000 B çıxılsın 10 B eləyir 990 B. 10 D çıxılsın 1000 D mənfi 990 D. İndi bu bizə nə deyir? Deyir ki, bu 5940 ədədi bu fərqə tam bölünür. Məxrəcə yazım 90 B çıxaq 990 D. Deməli, buradan nə edirəm? 5940 bölünsün. Ortaq vuruğumuz nədir? 990. Çıxartdım mötərizə xaricinə. Oldu B çıxaq D. Deməli, bunları ixtisar eləsəm, sürətdə qaldı 6. Deməli, 6 bölək B çıxılsın D aldığımız nəticə. Bizə nə deyir? Deyir ki, bax, bu 5940 bu fərqə tam bölünür. Bu nə deməkdir? Biz məxrəcə ilə rəqəm yazmalıyıq ki, 6 ona tam bölünsün. Deməli, biz buradan bir də nəyi nəzərə almalıyıq? Əgər B-miz D-mizdən böyükdürsə, deməli bu B çıxaq D fərqi də 0-dan böyükdür. Çünki böyük ədəddən kiçik ədədə çıxanda biz müsbət ədəd alırıq. Deməli,
B çıxaq D fərqimiz nə ola bilər? 1, 2, 3 və 6. Və buradan bizdən B çıxaq D fərqinin ala biləcəyi qiymətlərin cəmini soruşur. 1 üstəgələk 2 üstəgələk 3 üstəgələk 6. 3 üstəgələk 3 edir 6. 6 ilə də 6, 12. Deməli, doğru cavab 12 edir. 15 nömrəli suala baxsam, 7920 ədədi 5 rəqəmli A, B, C, D, Y və A, D, C, B, Y ədədlərinin fərqinə tam bölünür. Yenə yuxarıdakı ifadə şəklində açsaq, elə birbaşa yuxarıdan baxaq. Nə almışdıq? Deməli, məxrəcdə, yazıram. Deməli, 7920 bölünsün. Məxrəcdə də 990 vurulsun. Deməli, B çıxılsın, D alar. Deməli, buradan da sürətlə məxrəci ixtisar eləsəm, sürətdə olar 8 bölək B çıxaq D. Yenə də deyirəm, B D-dən böyük olduğuna görə elə bu B çıxaq D fərqi həmişə müsbətdir. Deməli, bu B çıxaq D fərqi nə ala bilər? 8-in tam böldükləri nədir? 1-dir, 2-dir, 4-dür, bir də 8 özüdür. Deməli, bu qiymətlərin də cəmini tapsam, 3 üstəgələk 4, 7, 7 ilə də 8-i toplasam, eləyər 15. Keçək 16 nömrəli suala. A və B natural ədədləri üçün C bərabərdir. A çıxaq 5, vurulsun 3B üstəgələk 1, tək ədəd olarsa, diqqətli olun, deyir ki, tək ədəd olarsa, AB hasilinin ən kiçik qiymətini tapın. Deməli, mən bilirəm ki, hər zaman bu vurğuların hamısı tək ədəd olmalıdır ki, aldığım nəticə, hasilim tək ədəd olsun. Onda mən nə əldə edirəm? A çıxaq 5 vurğumda təkdir. Eyni zamanda 3B üstəgələk 1 vurğumda nədir? Təkdir. Ümumiyyətlə, mən bilirəm ki, indi A-nı tapmaq üçün, baxım görüm A-mız təkdir yoxsa cütdür. Tək ədədi toplasam, yəni 5-i toplasam, hər zaman cüt ədəd alaram. Deməli, A-mız nədir? Cütdür. Eyni zamanda tək ədədlə tək ədədi toplasam, deməli 3B-miz cütdür. 3B-miz əgər cütdürsə, daha doğrusu çıxsam, diqqətli olun, orada çıxma var. Məsələn, 3 götürün buranı, 3-dən birini çıxsam, mən nə əldə edərəm? 2 əldə edərəm. 2 nədir? Cütdür. Deməli, 3B-miz bizim cütdür. 3B cütdürsə, 3 özü təkdir. Deməli, B vurğumuz cüt olmalıdır bizimki. Bu hasil cüt olsun. A da cütdür, B də cütdür. Deməli, və AB hasilinin ən kiçik qiymətini tapın deyirsəm, AB hasilinin ən kiçik qiymətini tapın deyirsəm, indi burada diqqətli olmalıyım. A-ya mən ən kiçik nə verə bilərəm? Burada 6 verə bilərəm. Niyə? Çünki əgər bu hasil təkdirsə, deməli bu mənfi ola bilməz. Bu hasil mənfi ola bilməz. Çünki mənfi ədədlərimiz nə təkdir, nə də cütdür. Biz bunu bilirik. Bunun üçün mən A-ya 5-dən böyük cüt qiymət verməliyim. Yəni, A-mız olur 6. B-yə isə burada toplama olduğuna görə ən kiçik cüt ədəd nədirsə, elə onu verirəm. Məsələn, 2-ni. Onda AB hasilinin ən kiçik qiyməti nə olur? 6 vurulsun 2, yəni 12. Deməli, keçirəm 17 nömrəli suala. Bizə deyir ki, A, B və C natural ədədləri üçün 2A üstəgələk B üstəgələk C bölünsün 8, 50 olarsa, B-nin ala biləcəyi ən böyük qiyməti tapın. Diqqətli olun, A da B də C də naturaldır. Deməli, mən burada baxıram ki, B-miz bizim ən böyük olması üçün, B-mizin ən böyük olması üçün burada toplamadırsa, cəmlisə. Deməli, baxaq görək, burada B-ni tapmaq üçün biz nə edirik? Buna baxaq. 50 çıxılsın 2A, çıxılsın C bölünsün 8. B-nin ən böyük qiyməti üçün, yəni bir dənə bura baxın, yəni 50-dən nə çıxıram? Bir dənə baxın, 2A üstəgələk C bölünsün 8. B-nin ən böyük alınması üçün mən 50-dən ən kiçik ədədi çıxmalıyam ki, B-miz ən böyük olsun da, elə deyilmi? Bu ən kiçik olması üçün, deməli, A-mız da ən kiçikdir. Yazıram bura, A-mız da ən kiçikdir.
B-miz demək, daha doğrusu C-miz də ən kiçikdir. Və mən burada bilirəm ki, C-yə elə bir ədəd verməliyəm ki, 8-ə tam bölünsün. Çünki A da B də C də naturaldır. Deməli, C-yə ən kiçik nə verirəm? Elə 8 verirəm. A-ya da ən kiçik elə natural olduğuna görə ən kiçik natural ədəd nədir? 1-dir, 1 verir. Onda deyir ki, B-nin ala biləcəyi ən böyük qiyməti tapın. B-ni tapmaq üçün nə edirəm? 50-dən çıxıram. 2 vurulsun. A-nın yerinə 1 yazıram. C-nin yerinə 8 yazıram. Deməli, 50 çıxılsın 2 üstə gələk 1, yəni 50 çıxılsın 3 bərabərdir 47. Doğru cavab 47 edəcəkdir. Keçirəm 18 nömrəli suala. Deməli, AB çıxılsın BA bölünsün, A çıxılsın B, üstə gələk A, üstə gələk B bərabərdir 21 şərtini ödəyən AB 2 rəqəmli ədədlərinin sayını tapın. Sürəti açsam 10A üstə gələk B çıxılsın, elə bir başa yazım 10B çıxılsın A bölünsün, A çıxılsın B, üstə gələk A, üstə gələk B bərabərdir 21-ə. 10A-dan A-nı çıxsam 9A, B-dən 10B-ni çıxsam mənfi 9B. Üstə gələk A, üstə gələk B bərabərdir 21-ə. 9-u mötərizə xaricinə çıxarsam, bölünsün, A çıxılsın B, üstə gələk A, üstə gələk B bərabərdir 21-ə. Deməli, bunları ixtisar eləsəm, A çıxaq B vurğunu nə alaram? 9 üstə gələk A, üstə gələk B bərabərdir 21-ə. Onda A üstə gələk B-miz 21 çıxılsın 9, yəni 12 edər. Deməli, mən bilirəm ki, bir dənə şərtlərimi qeyd edeyim. A-mız 0-dan fərqli olmalıdır, çünki A birincidir. Yəni, burada baxırsınız ki, iki rəqəmdə dedim, birinci rəqəm necə 0 olsun? Ola bilməz. A 0-dan fərqlidir, bir də A da B də bir rəqəmli olmalıdır. Cəmləri də 12 olmalıdır. Bir dənə baxaq. A-ya 1 verə bilmərəm, çünki niyə görə? Baxın. B onda olur 11. Ola bilməz. 2 verə bilmərəm, B olur 10. Amma 3 verə bilərəm. Çünki B-miz olur onda 9. Deməli, A-mıza 4 versəm, B-miz 8. A-mıza 5 versəm, B-miz 7. Və diqqətli olun. Düşünə bilərsiniz ki, A-ya da 6 verim, B-yə də 6 verim. Onda AB nə olur? 66. Ola bilməz. Çünki baxın, A da B də bir-birinə bərabər olsa, mən sürətim olar 0. Sürət 0 olanda bu kəsir özü 0 olar birbaşa. 6 ilə də 6-nı toplasam, sizcə 21 edə bilər? Xeyr. Ona görə bunu silirəm. A-ya versəm 7, B-miz olacaq 5 yenə. A-ya 8 versəm, B-miz olacaq 4, A-ya 9 versəm, B-miz olacaq 3 və A-ya artıq 10 və 10 üzərini verə bilmərəm. Deməli, bu şərti ödəyən AB 2 rəqəmli ədədlərimizin sayı nə oldu? Baxın, 1, 2, 3, 4, 5, 6. Deməli, doğru cavab olacaq 6. Deməli, keçirəm 19 nömrəli suala. Bizə deyir ki, 3 rəqəmli ədədin 1% onun rəqəmləri cəminə bərabərdir. Bu 3 rəqəmli ədədin ala biləcəyi ən böyük ədədlə ən kiçik qiymətin fərqini tapın. Biz bu 3 rəqəmli ədədi bilirikmi? Bilmirik. Ona görə də onu bu şəkildə qeyd edək. A, B, C. Bunu deyir ki, 1% nədir? Vur 1 böl 100. Nədir? Bunun rəqəmləri cəminə bərabərdir. Rəqəmləri nədir? A-dır, B-dir, C-dir. İndi baxaq. A, B, C nəyə bərabərdir? Elə 100 vurulsun. A üstə gələk, B üstə gələk, C. İndi diqqətli olun. Şifahi baxsaq, biz bilirik ki, 100-ü hansısa ədədə vuranda o ədədin sonu 0-0 ilə qutaracaq da. Elə deyil. Məsələn, 6-nı 100-ə, deməli 6 deyim də, 120-ni məsələn 100-ə vurdunuz, nə olacaq? Bu şəkildə olacaq. Görürsünüz, sonu 2 dənə 0 ilə qutaracaq. Onda B də 0 olar, C də 0 olar. Və ən böyük qiymət nədir? Ən böyük qiymət tapmaq üçün A-ya 9 deyərik. Ən kiçik qiymət üçün isə A-ya deyərik 1. Onda nə olar?
A-ya 9, B-yə 0, C-yə 0 versəm 900, A-ya 1 versəm olar 100. Fərq olar 800. Amma bunu açıq sual şəklində düşsə, bunu necə qeyd eləməliyik? Onu izah edeyim sizə. Deməli, birinci tərəfi açıram. 100A üstəgələk 10B üstəgələk C bərabərdir. 100-ü mötərizə içinə vursam. 100A üstəgələk 100B üstəgələk 100C. Deməli, mən buradan 100A-larımı hər tərəfdən islah eləsəm, nə alaram? 10B üstəgələk C çıxılsın 100B çıxılsın 100C bərabərdir 0-a. 10B-dən 100B-ni çıxsam 90B. C-dən 100C-ni çıxsam -90C bərabərdir 0-a. Deməli, bu fərqin də mən bilirəm ki, 0 olması üçün hər ikisi də 0 olmalıdır. Elə bir ki, bu B də 0 olmalıdır, C də 0 olmalıdır. B də C də 0-dırsa, baxın, ədədimiz nə halına düşür? Bu hala düşür. İndi bu ədədin ən böyük ola biləcəyi qiymət nədir? A1 rəqəmlidirsə, ən böyük qiyməti nədir? 9-dur. Ən kiçik qiymət nədir? 1-dir. İndi yerinə qoyub hesablasam, yenə 900 çıxılsın 100 bərabərdir 800 edər. Deməli, keçirəm 20 nömrəli suala. Deyir ki, 2 rəqəmli ədədin təkliklərinin sayı. 2 rəqəmli ədəd deyir, bilmirəm, AB-lə işarə edirəm. Aha. Deyir ki, fikir verin, təkliklərinin sayı onluqlarının sayından 2 vahid böyükdür. Deməli, təkliyimiz nədir? B-dir. Onluğumuz nədir? A-dır. B, bax bu A-dan 2 vahid böyükdür. Bu 2 rəqəmli ədədin rəqəmləri cəminə hasili, bax, bu 2 rəqəmli ədədin AB-nin rəqəmləri cəminə hasili, rəqəmləri cəmi nədir? A üstəgələk B-dir. 144-dür. Deyir ki, indi bu ədədi tapın. AB-ni açaq, bir dənə 10A üstəgələk B vurulsun A üstəgələk B bərabərdir 144-də. Deməli, A-mızın yeri, daha doğrusu B-mizin yerinə nə yazıram? Baxın, bu ifadəni yazıram. A üstəgələk 2 vurulsun A üstəgələk B-mizin yerinə yazıram. A üstəgələk 2 bərabərdir 144-də. 10A-mızla A-mızı toplasaq 11A üstəgələk 2 vurulsun 2A üstəgələk 2 bərabərdir 144-də. İndi bir dənə sadələşdirmə edək, sonra vuraq açaq. Burada 2-ni mötərizə xaricdən çıxarsam nə olar? Vur 2, vur A üstəgələk 1 bərabərdir 144. Hər tərəfi 2-yə bölsəm, 11A üstəgələk 2 vurulsun A üstəgələk 1 bərabərdir 144 bölü 2, yəni 72. Vurub açsam, 11A-nı bir dəfə vururam buna, bir dəfə də vururam buna. Nə olur? A-ya vursam birincisi 11A kvadratı, 11A-nı 1-ə vursam 11A. 2-ni A-ya vursam 2A, 2-ni 1-ə vursam 2 bərabərdir 72. İndi burada 11A kvadratı, 11A ilə 2A-nı toplasam 13A üstəgələk 2, 72-ni bu sola keçirsəm bərabərdir 0. Kvadrat tənliyi alıram. 11A kvadratı üstəgələk 13A çıxılsın 70 bərabərdir 0. Ümumiyyətlə, kvadrat tənliyi həll eləməyə görə diskriminantdan istifadə edirəm. Diskriminantımız nədir? B kvadratı çıxılsın 4AC. Yəni, 13-ün kvadratı çıxılsın 4 vurulsun, 11 vurulsun, -70. Deməli, bu da nə olur? Mənfi vuranda müsbət edər. 4 vur, 11 vur, daha doğrusu 11-dən 11 vur, 70 bərabərdir. İndi bunu hesablasaq, 169 üstəgəlin 4 vurulsun, 11 vurulsun, 70, yəni 3080. 169-la da deməli 3080-i toplasam nə eləyər? Deməli 169 üstəgəlsin 3080 eləyər 3249. Və bundan da mən əgər kök alsam, kök altında 3249-dan nə əldə edirəm? 57. Yəni bu 57-nin kvadratıdır. Deməli, indi buradan A-nı tapsam, biz bilirik ki, baxın, A-nın burada 2 dənə qiyməti var da, elə bir ki, 1, 2, bu tənliyə əsası. -13 üstəgələk çıxaq
57 bölünsün 2 vur 11, yəni 22. Amma diqqətli olun. Deməli, buradan nə olur? A1-imiz nə olur? 13 üstə 57, mənfi 13 üstə 57 bölünsün 22. Yəni 44 bölük 22, bu da edər 2. Amma A2-nin qiymətini biz artıq buradan götürmürük. Çünki bu mənfi edir. Biz də bilirik ki, A naturaldır. Yəni mənfi ola bilməz. Onda A-mız nədir? 2-dir. A-mız 2-dirsə biz B-ni nə demişdik? A üstə gərək 2 demişdik. Elə deyilmi? Onda B-miz olur 2 üstə gərək 2, yəni 4. Onda bu AB ədədimiz nə olur? Baxın. Bax, bu AB ədədimiz nə olur? 24. Deməli, keçək 21 nömrəli suala. Deyir ki, 2 rəqəmli ədədin təkliklərinin sayı onluqlarının sayından 3 dəfə çoxdur. 2 rəqəmli ədədi yazıram. Təkliyimiz B-dir, onluğumuz A-dır. Təkliklərin sayı onluqların sayından 3 dəfə çoxdur. Yəni B A-dan 3 dəfə çoxdur. Deyir ki, bu 2 rəqəmli ədədin, yəni bu AB-nin rəqəmləri fərqinin moduluna hasili, bax bu şəkildə, 234 olarsa bu ədədi tapın. Deməli, AB-ni açsam 10A üstə gələk B. Deməli, bu modulumu qeyd edeyim bir dənə. A-mızı yazıram, B-mizin də yerinə 3A yazıram. Bərabərdir 234. Yəni, bu tip misallar sizi çaşdırmasın. 10A üstə gələk B vurulsun. İndi modulda baxın, qeyd edeyim. Mənfi 2A bərabərdir 234. Biz bilirik ki, moduldan hər zaman müsbət ədəd çıxır. Yəni, mənfi 2A-nı biz müsbət 2A olaraq çıxarırıq. 10A üstə gələk B vurulsun 2A bərabərdir 234. Və burada B-mizin yerinə 3A yazaq. Deməli, 10A-mızla 3A-mızı toplasaq, 13A vurulsun 2A bərabərdir 234-ə. 26A kvadratı bərabərdir 234-ə. Və deməli, buradan A kvadratını tapmağa görə 234-ü bölürəm 26-ya, bu da eləyir 9. A natural olmalıdır, ona görə A-nın 3 qiymətini götürürəm. B-miz də nə idi? Deməli, onluqların sayından, yəni A-dan 3 dəfə çox idi, 3A idi. A-nın yerinə 3 qoysam, eləyər 9. Onda bu A1 rəqəmim nə olur? 39. Deməli, keçirəm buradan 22 nömrəli suala. Bizə deyir ki, AB 2 rəqəmli ədədi üçün AB çıxılsın BA bölünsün A üstə gələk B bərabərdir 7 olarsa, AB hasilini tapın. Deməli, sürəti açsam, 10A üstə gələk B çıxılsın. İndi bu birisini də açsam, 10B çıxılsın A bölünsün A üstə gələk B bərabərdir 7-yə. 10A-dan A-nı çıxsam, alaram 9-a. B-dən 9B-ni çıxsam, mənfi 9B bölünsün A üstə gələk B bərabərdir 7. Davam edək. Buradan deməli 9A çıxılsın 9B bərabərdir 7A üstə gələk 7B-yə. A-ları bir tərəfə keçirək, B-ləri bir tərəfə keçirək. 9A-dan 7A-sını çıxsam 2A bərabərdir. 7B ilə 9B-ni toplasam 16B. Hər tərəfi 2-yə bölsəm A-mız bərabərdir 8B-yə. Bayaq kimi. A-mıza deyirik 8K. Çünki B-nin qarşısındakı rəqəm 8-dir. B-mizə deyirik 1, çünki elə A-nın əmsalı 1-dir. Çünki 1 nəyə vursam elə özü eləyər də. Onda B-miz olur K. İndi yenə K-ya elə bir rəqəm qoyaq ki, A-mız B-miz natural olsun. Bir rəqəmli olsun, A-mız sıfırdan fərqli olsun. K-ya 1 versəm, A-mız olar 8, B-miz olar 1. K-ya 2 verə bilmərəm. Çünki A-mız olar 16, o da ola bilməz. Ona görə də A-mız 8-dir, B-miz 1-dir. AB bərabərdir 8 vurulsun 1, yəni 8. Keçirəm 23 nömrəli suala.
AB 2 rəqəmli ədəd üçün AB çıxılsın BA bölünsün A üstə gələk B bərabərdir 6 olarsa AB hasilini tapın. Sürəti açsam 10A üstə gələk B çıxılsın 10B çıxılsın A bölünsün A üstə gələk B bərabərdir 6. 10A'dan A'nı çıxsam 9A, B'dən 15'ni çıxsam mənfi 9B bölünsün A üstə gələk B bərabərdir 6. Buradan 9A çıxılsın 9B bərabərdir 6A üstə gələk 6B. 3A'mız bərabərdir 6B üstə 9B, yəni 15B. Hər tərəfi 3'ə bölsəm A'mız bərabərdir 5B olar. Buradan A'mız onda 5K olacaq, B'miz də K olacaq. K'mıza biz yalnızca 1 verə bilərik. A'mız 5 olar, B'miz də 1 olar. 2 verə bilmərəm çünki A 10 olur. A bir rəqəmli olmalıdır. AB hasilini tapın deyirsə 5 vurulsun 1, yəni 5 edəcək. Keçirəm 24 nömrəli suala. X, Y və YX natural ədədləri üçün deməli X, Y çıxılsın Y bölünsün YX çıxılsın X bərabərdir 2 olarsa X üstə gələk Y cəminin ən böyük qiymətini tapın. Sürəti açsam 10x üstə gələk Y çıxılsın Y bölünsün 10y üstə gələk X çıxılsın X bərabərdir 2. Y ilə Y gedər, X ilə X gedər. Deməli, nə əldə edirəm? 10x bərabərdir 20. Y-ə hər tərəf 10'a bölsəm X bərabərdir 2y. Deməli, X-ıma deyirəm 2K, Y-ımə deyirəm K. Burada K'ya 1 desəm, X-ımız 2, Y-imiz 1 olar. K'ma 2 desəm, X-ımız 2 vuraq 2, 4 edər, Y-imiz 2 edər. K'ya 3 desəm, X-ımız 2 vuraq 3, 6 edər. Belə birbaşa göstərə bilərik əslində. X-ımız 6 edər, Y-imiz də 3 edər. K'mıza 4 versək, X-ımız 8 edər, Y-imiz 4 edər. K'ya 5 verə bilmərəm, çünki X 10 edəcək. Deməli, X üstə gələk Y cəminin ən böyük qiyməti X ilə Y-in ən böyük olduğu halda olacaq da. Onda toplasam, 8 üstə gələk 4 eləyəcək 12. Aha. Burada cavabı aldıq 12. İndi keçək 25 nömrəli suala. Deməli, 25'də bizə deyir ki, yenə də X, Y çıxılsın Y bölünsün YX çıxılsın X bərabərdir 4 olarsa X üstə gələk Y cəminin ən böyük qiymətini tapın. Sürəti açsam 10x üstə gələk Y çıxılsın Y bölünsün 10y üstə gələk X çıxılsın X-a bərabərdir 4'ə. Deməli, Y-lər getsə, X-lar getsə nə alaram? 10x-ımız bərabər. Elə ixtisar edək onları birbaşa. X bərabərdir 4y. Deməli, X-ım 4K-dır, Y-im də K-dır. Düşünək görək. X ilə Y-in cəminin ən böyük olması üçün X, Y ən böyük olmalıdır. Buna görə də K-mızı ən böyük görək nə seçə bilərik? Təbii ki, K-ma görək nə qoya bilərəm? 3 qoya bilmərəm, çünki 12 eləyər X, amma 2 qoya bilərəm ən böyük. Onda X-ımız 4 vuraq 2, yəni 8 edər. Y-imiz də elə 2 edər. X üstə gələk Y cəmi də 8 üstə gələk 2, yəni 10 edər. Keçirəm 26 nömrəli suala. Deməli, AB üstə gələk BA üstə gələk A üstə gələk B kiçikdir 84 olarsa, AB hasilinin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin cəmini soruşur. Açaq 10A üstə gələk B üstə gələk 10B üstə gələk A üstə gələk A üstə gələk B kiçikdir 84. Deməli, 12A üstə gələk 12B kiçikdir 84-dən. 12-ni mötərizə xaricinə çıxarsam nə alaram? A üstə gələk B cəmimiz 84 bölək 12, yəni 7-dən kiçikdir. Bunu biz bilirik. Daha sonra indi baxaq görək A-mıza B-mizə hansı qiymətləri
verə bilərik. A-ya mən 1 desəm, B-miz nə olacaq? Məsələn, elə 1 olacaq. A-ya 1 desəm, B-miz 2 ola bilər. Çünki cəmimiz 3-dür. A-ya 1 desəm, B-miz 3 olur. A-ya 1 desəm, B-miz 4, 1 desəm, B-miz 5, 1-dən 5-in cəmi 6 edir. Artıq B-yə 6 verə bilmərəm. Keçirəm digər hala. A-mız 2 olsa, B-miz olar 1. A da B də bu arada 0-dan fərqli olmalıdır. Çünki ikisi də birinci rəqəm ola bilir də. Baxın, ona görə. A-mıza 2 desəm, B-miz olar 2. 2 desəm, B-miz olar 3. 2 desəm, B-miz olar 4. Burada dayanırıq. Çünki B 5 ola bilməz. Keçirəm digər hala. A-mıza 3 desəm, B-miz 1 olar. B-miz 2 olar. B-miz 3 olar. 4 ola bilməz artıq. Daha sonra A-mıza 4 versək, B-miz 1 olar. 4 versək, B-miz 2 olar. B-miz artıq 3 ola bilməz. Sonra deməli A-mıza 5 versək, B-miz olar 1. İndi baxıram ki, AB hasilinin ala biləcəyi ən böyük qiymət hansıdır? Ən kiçik qiymət hansıdır? Deməli, görürəm ki, A-nın 1, B-nin 1 olduğu hal AB hasilinin ən kiçik olduğu haldır. A-nın 3, B-nin də 3 olduğu hal ən böyük haldır. Deməli, ala biləcəyi ən kiçik qiymət nə oldu? 1 vuraq 1, yəni 1. Ən böyük qiymət nə oldu? 3 vuraq 3, yəni 9. Bunların da cəmini istəyir, eləyir 10. Deməli, 27 nömrəli suala davam edirik. Burada bizə verilib ki, A-mız bərabərdir 12 üstü 223 vurulsun 7 üstü 56 üstə gələk 19 üstü 25 ədədinin son rəqəmini tapın. Bu tipli misalı həll etmək üçün nə edirəm? İlk öncə 12 üstü 1 bərabərdir yazıram 12. 12-nin kvadratı nə edir? 144. Deməli, 12-nin kubunun sonu görək nə ilə qutaracaq? Baxın, 2-ni vurdum 2-yə 4, 4-ü vurdum 2-yə, bu son 8 ilə qutaracaq. 12 üstü 4-ün son rəqəmi olacaq 8 vurulsun 2, 16, yəni 6 ilə qutaracaq. 12-nin üstü 5-in son rəqəmi təkrar yenə 2 ilə qutaracaq. Bax, bu şəkildə 2, 4, 8, 6 şəklində hər 4 rəqəmdən bir son rəqəm təkrarlanır. Baxın, bu şəkildə. Deməli, nə edirəm? 223-ü bölürəm 4-ə, olur 55, qalıq da edir 3. Yazıram bura 12 üstü 3. Çünki 12 üstü 223-ün son rəqəmi 12 üstü 3-ün son rəqəmi ilə eyni olacaq. Sonra baxıram 7 üstü 56. Deməli, 7 üstü 1-dən başlayıram. Edir 7. 7-nin kvadratı edir 49. 7-nin kubunun son rəqəmi 9 vuraq 7, 63, yəni 3 ilə qutaracaq. 7-nin üstü 4-ün son rəqəmi 3 vuraq 7, 21, yəni 1 ilə qutaracaq. Sonra yenə 7-nin üstü 5-in son rəqəmi də 1 vuraq 7, 7. Baxın, elə o şəkildə davam edəcək. 7, 9, 3, 1 şəklində. Yəni hər 4 rəqəmdən bir təkrarlanacaq. Sonra nə edirəm? 56-nı o zaman bölürəm 4-ə, edir 14, qalıq 0. Deməli, 7 üstü 56-nın son rəqəmi 7 üstü 0-ın son rəqəmi ilə eynidir. Yəni 7 üstü 0-da onsuz da 1 eləyir də. Yəni son rəqəm 1 olacaq. Sonra 19 üstü 1-ə baxıram. Edir 19. 19-un kvadratı edir 361. Yəni son rəqəmi 1 ilə qutardı. 19-un kubunun da son rəqəmi 1 vuraq 9. Yəni 9 ilə qutaracaq. Yəni 9, 1, 9, 1 şəklində bax belə-belə davam edəcək. Yəni hər iki rəqəmdən bir son rəqəm təkrarlanacaq. O zaman nə edirəm? 25-i bölürəm 2-yə, edir 12 və qalıq 1. Üstə gələk 19 üstü 1. Sonra baxıram ki, 12 üstü 3-ün son rəqəmi nədir? 8-dir. Deməli, bunun son rəqəmi 8 ilə qutarır. Bu onsuz da 1-dir. 19 üstü 1 onsuz da 19-dur. Yəni 9 ilə qutaracaq son rəqəm. İndi baxıram ki, ümumi bu rəqəmin, yəni bu ədədin baxın, son rəqəmi nə ilə qutarır? Nə edirəm? Deməli, 8 ilə 9-u toplayıram. Eləyir 17. 17-nin son rəqəmi nədir? 7. Deməli, bu ədədin son rəqəmi 7 olacaq. Daha sonra 28 nömrəli sualla davam edirəm. Deməli, birinci variant
AB üstəgələk BA bərabərdir. Bir dənə bunu açım. 10A üstəgələk B üstəgələk 10B üstəgələk A bərabərdir. 10A ilə A-nı toplasam 11A, B ilə 10B-ni toplasam 11B. Ortaq vuruq nədir? 11-dir. Bunu mötərizə xaricinə çıxarsam uşaqlar, nə olacaq? 11 vurulsun A üstəgələk B. Deməli, bu ədəddə 11 vuruğu var deyə bu ədəd neyəcək? 11-ə tam bölünəcək. Başqa variant varmı tam bölündük? Xeyr, yoxdur. Deməli, 1-ə aiddir C bəndi. Sonra ikinci variantla davam edirəm. AB çıxılsın BA. Bunu açsam 10A üstəgələk B çıxılsın 10B çıxılsın A bərabərdir 9A. B-dən də mənfi 11, yəni B-dən də 11-ni çıxsam nə olacaq? Mənfi 9B. Deməli, ortaq vuruq kimi 9-u mötərizə xaricinə çıxarsam 9 vurulsun A çıxılsın B. Deməli, burada hansı vuruq var? Deməli, burada hansı vuruq var? 9 var. Deməli, bu 9-a tam bölünəcək A bəndi, yəni başqa variant yox, uyğun gəlmir. Sonra üçüncü varianta keçirəm. Deməli, verilib ki, A üstə gəlinsin B bərabərdir. Bunu açsam 100A üstə gələk 10A üstə gələk A üstə gəlinsin 100B üstə gəlinsin 10B üstə gəlinsin B. Bu da bərabərdir. 100A ilə 10A-nı üstəgələk A-nı toplasam olacaq 111A. 100B üstəgələk 10B üstəgələk B-ni toplasam 111B. Bərabərdir. 111-i ortaq vuruş kimi mötərizə xaricinə çıxarsam 111 vurulsun A üstəgələk B. 111 özü 37-yə tam bölündüyünə görə deməli B variantında tam bölünür. Bir də Y variantı buna uyğundur. Daha sonra 29 nömrəli sualla davam edək. İfadələrin qiymətləri üçün uyğunluğu müəyyən edin. Deməli, birinci varianta baxsam, A çıxılsın B bərabərdir. Bunu açsam, 10A üstəgələk A çıxılsın 10B çıxılsın B bərabərdir. 11A çıxılsın 11B-yə. 11-i mötərizə xaricinə çıxarsam, vurulsun A çıxılsın B. Deməli, burada 11 vuruq olduğuna görə bu 11-ə tam bölünəcək. Başqa variant varmı? Yoxdur. Çünki heç birisi tam bölünmür. Sonra ikinci bəndə keçirəm. Deməli, ABC çıxılsın BAC. Bunu açsam, 100A üstəgələk 10B üstəgələk C çıxılsın 100B çıxılsın 10A çıxılsın C bərabərdir. 100A-dan 10A-sını çıxsam 90A. 10B-dən deməli 100B-sini çıxsam mənfi 90B. C ilə də mənfi C islah oldu. Deməli, ortaq vuruq kimi nə var? 90 var. Mötərizə xaricinə çıxarsam, 90 vuraq A çıxaq B. Burada nə vuruq var? 90. Deməli, 90 nəyə tam bölünür? Baxıram, A variantı 10-a tam bölünür, C variantı 9-a tam bölünür. Deməli, B, A, C bəndlərimiz getdi. Baxıram, deməli, üçüncü varianta A çıxılsın B bərabərdir. Bunu açsam, 100A üstəgələk 10A üstəgələk A çıxılsın 100B çıxılsın 10B çıxılsın B. Bu da bərabərdir. 111A çıxılsın 111B-yə. 111-i ortaq vuruq kimi mötərizə xaricinə çıxarsam, burada nə var? 111 vuruğu var, yəni 111-ə tam bölünəcək D bəndi. Daha sonra 30-cu suala baxıram. Deməli, A və B rəqəmləri üçün uyğunluğu müəyyən edin. Deməli, birinci varianta baxsam. AB çıxılsın BA bərabərdir 4A çıxılsın 3B. İndi bunun sol tərəfini açsam, 10A üstəgələk B çıxılsın 10B çıxılsın A bərabərdir 4A çıxılsın 3B-yə. Deməli, 10A-sından A-sını çıxsam olacaq 9A, B-dən də 10B-ni çıxsam mənfi 9B. Bərabərdir 4A çıxılsın 3B-yə. A-ları bir tərəfə yığın, B-lər də bir tərəfə. Deməli, buradan 9A çıxaq 4A, yəni 5A bərabərdir. Mənfi 3B üstəgələk 9B-yə, yəni 6B-yə. Deməli, buradan A-mız 6K-dır, B-miz də 5K-dır, aydın olsun deyə belə yazıram. Deməli, buradan mən K-ya yalnızca 1 verə bilərəm. Çünki A-mız da B-miz də bir rəqəmin natural ədədlərdir. A-mız 6-dır, B-miz də 5-dir. Görək indi hansı variantlar uyğun gəlir.
A ilə B-ni toplayanda 13-ə 20 xeyr, 11 edir. Deməli, doğru cavab Y variantı uyğundur bura. Sonra A-dan B-ni çıxsam 1 eləyir, bu da uyğun deyil. B-dən A-nı çıxsam mənfi 1 eləyir, bu da uyğun deyil. Deməli, keçirəm ikinci bəndimizə. AB-miz bərabərdir 4A üstəgələk 8B. Deməli, bunu açsam 10A üstəgələk B bərabərdir 4A üstəgələk 8B-yə. Yenə A-ları və B-ləri bir tərəfə yıxsam, olacaq 10A çıxaq 4A, yəni 6A. 8B-dən də B-ni çıxsam 7B. A-mız yenə 7K-dır, B-miz 6K-dır. K-ya yalnız 1 verirəm, A-mız olur 7, B-miz olur 6. K-ya 2 verə bilmirəm, çünki A-mız 2 rəqəmli, B-miz 2 rəqəmli ola bilməz. İndi görüm, hansı variant uyğundur. A bəndinə baxıram, A-dan B-nin cəmi 13-dürmü? 13 düzdür. A variantımız uyğundur. B-dən A-nı çıxanda 3 20 xeyr. A-la B-nin toplasaq dedik 11 eləyir. A-dan B-ni çıxanda 2 eləyirmi? Xeyr. Deməli, keçirəm 3-cü varianta. Deməli, burada verilib ki, AB 3 çıxılsın AB bərabərdir 228-ə. Deməli, bunu açsam 100A üstəgələk 10B üstəgələk 3 çıxılsın 10A çıxılsın B bərabərdir 228-ə. 100A-dan 10A-nı çıxsam 90-a. 10B-dən B-ni çıxsam 9B bərabərdir. 3-ü bərabərliyin sağ tərəfinə keçirsəm. 228 çıxılsın 3, yəni 225. Deməli, ortaq vuruq kimi nə görürəm burada? 9 görürəm. 9-u çıxarsam mötərizə xaricinə, eləyəcək 10-a. Üstəgələk B bərabərdir 225-ə. Buradan da 10A üstəgələk B-ni tapmaq üçün neyinirəm? 225-i bölürəm 9-a. Deməli, 22-nin içində 9, 2 dəfə, 2 9-un 18, o da 45 bölək 9, yəni 5. Bu da mən bilirəm ki, nəyin açılışıdır? A, B-nin açılışıdır. 25-dirsə, A-mız 2-dir, B-miz də 5-dir. Cəmləri nədir? 7-dir, düzdür. Sonra B çıxaq A-mız 3-ə 25 çıxaq 2, 3-ə 20, bəli, D bəndi də. İndi isə gəlin ətraflı yazılı cavab təbliğına tapşırıqlara baxaq. İndi bizə 31 nömrəli sualda verilib ki, AB üstəgələk CA üstəgələk BC bərabərdir 88-ə və bizə deyir ki, A-mız fərqlidir B-dən, o da fərqlidir C-dən. İndi deyir ki, ABC ədədinin ala biləcəyi ən böyük qiymətlə ən kiçik qiymətin cəmini tapın. İlk öncə gəlin bu bərabərliyin sol tərəfini açaq. 10A üstəgələk B üstəgələk 10C üstəgələk A üstəgələk 10B üstəgələk C bərabərdir 88-ə. 10A ilə A-nı toplasaq 11A, üstəgələk B ilə 10B-ni toplasam 11B, üstəgələk 10C ilə C-ni toplasam 11C bərabərdir 88-ə. Ortaq vuruq kimi nə var? 11 var. 11-i mötərizə xaricinə çıxarsam A üstəgələk B üstəgələk C bərabərdir 88-ə. İndi mən buradan A üstəgələk B üstəgələk C-ni tapmaq üçün nə edirəm? 88-i bölürəm 11-ə, o da edir 8. İndi gəlin A, B və C-nin qiymətlərini tapaq. Amma ilk öncə bu şərti nəzərə alaq ki, A-mız B-mizdən fərqlidir, o da fərqlidir C-mizdən. Bir də bunu da qeyd etmək lazımdır ki, A-mız da, B-miz də, bir dənə qeyd edeyim, A-mız da, B-miz də, C-miz də hər üçü sıfırdan fərqlidir. Çünki üçü də həmin bu 2 rəqəmli ədədin başında gəlir. Məsələn, bu 2 rəqəmli ədədin birinci rəqəmi A-dır, bununki C-dir, bununki B-dir. Birinci rəqəmimiz heç vaxt 0 ola bilməz deyə 3 də sıfırdan fərqlidir. Ona görə A-nı ən kiçik nə götürə bilərəm? 1 götürə bilərəm. B-ni də ən kiçik nə götürə bilərəm? 2 götürə bilərəm. 1 götürə bilmərəm. Çünki A da, B də, C də 3 də bir-birindən fərqlidir. Onda C-miz nə olur? 8 çıxılsın 3, yəni 5. Onda ən kiçik 3 rəqəmli ədədim nə oldu? 125. İndi görək A-nın ən böyük qiyməti kimi biz nə götürə bilərik? Deməli, 7 götürə bilmərəm, 6 götürə bilmərəm. Çünki 6 götürsəm A-nı, B ilə C 1 olur. Onlar da bir-birindən fərqlidir. Bu olmaz. Deməli, 5 götürə bilərəm. B-ni ən kiçik, daha doğrusu ən böyüyünə götürə bilərəm. Yenə də 2 götürə bilərəm. C-ni də 1 götürə bilərəm. Deməli, ondan sonra bizə deyir ki, bu ən böyük qiymətlə ən kiçik qiymətin cəmini tapın. Onda bu 3 rəqəmli ədədin nə olur? 521. İndi ən kiçik qiymətlə ən böyük qiymətin cəmi nə olur? 125 üstəgələk 521, yəni 646. İndi isə 32 nömrəli suala baxaq. AC üstəgələk BB üstəgələk
CA bərabərdir 77 və A-mız fərqlidir B-mizdən, o da fərqlidir C-mizdən olarsa, ABC ədədinin ala biləcəyi ən böyük qiymətindən ən kiçik qiymətin cəmini tapın. Deməli, bərabərliyin sol tərəfini açaq. 10A üstə gərək C, üstə gərək 10B, üstə gərək B, üstə gərək 10C, üstə gərək A bərabərdir 77-yə. 11A üstə gərək 11B, üstə gərək 11C bərabərdir 77-yə. 11 ortaq vuruq kimi mötərizə xaricdən çıxarılsa, deməli, bərabərdir 77-yə. Buradan A üstə gərək B üstə gərək C-ni tapmaq istəsəm, 77-ni bölərəm 11-ə, eləyər 7. Deməli, ən kiçik qiymət deyirsə, A-nın ən kiçik qiymətini götürməliyik. Deməli, A-nın ən kiçik qiyməti kimi mən burada 1 götürə bilərəm. Onda B-miz 2 olsa, daha sonra C-miz də olacaq 7 çıxaq 3, yəni 4. Ən böyük qiymət kimi, deməli, 7 götürə bilmərəm, 6 götürə bilmərəm, 5 götürə bilmərəm, amma 4 götürə bilərəm. Deməli, A-mız 4 olsa, B-miz yenə 2 olacaq, A-mız da olacaq, daha doğrusu C-miz də olacaq 1. Onda ən kiçik qiymətimiz nə olacaq? 124. Ən böyük qiymətimiz nə olacaq? 421. Ən kiçik qiymətlə də ən böyük qiymətin cəmini tapsam, 124 üstə gərək 421 eləyəcək 545. Bu da bizim sonuncu misalımızın cavabı.